Sameba Kafedral məbədində fasiləsiz olaraq dini nəğmələr və dəfn mərasimi keçirilir. Məbəddə dəfn mərasimlərini icra etmək üçün müxtəlif ruhanilər gəlirlər. Patriarxın Sioni Kafedralına aparılmasından və dəfnindən əvvəl Sameba Kafedralında xüsusi liturgiya keçiriləcək və orada dəfn qaydası yerinə yetiriləcək. Bazar günü müxtəlif ölkələrdən nümayəndə heyətlərinin gələcəyi gözlənilir. Artıq təsdiqlənib ki, dəfn mərasimində Bartolome iştirak edəcək. O dünən başsağlığı məktubu yayıb. Konstantinopol arxiyepiskoposu mərhumun ruhuna dua oxuyacaq. Qüds patriarxının başsağlığı məktubundan məlum olub ki, Gürcüstana Andrianopol arxiyepiskoposu ali rütbəli ruhani Nektarios gələcək. Sion Kafedralında yeni sinodun qərarına əsasən patriarxın dəfn olunacağı yerdə dəfn yerinin hazırlanması işlərini yoxlamaq üçün Gürcüstan Pravoslav Kilsəsi və hökumətin Virqa komissiyasının üzvləri olublar. Orada patriarx taxtının müvəqqəti rəhbəri Senaki və Çxorodsko mitropoliti Şio müqəddəs sinodun üzvləri, Gürcüstanın baş naziri, hökumət nümayəndələri və digər komissiya üzvləri iştirak ediblər. İkinci İlyanın vəfatı ilə bağlı ABŞ dövlət katibi Marco Rubio başsağlığı mesajı yayıb. Bəyanatda deyilir, biz bütün Gürcüstanın katolikos patriarxı İkinci İlyanın vəfatına görə dərin hüzn keçirir və Gürcü xalqına səmimi başsağlığı veririk. Onun mənəvi rəhbərliyi və silinməz irsi gələcək nəsillər tərəfindən yadda saxlanılacaq, ruhu şad olsun. Gecə saatlarında Sameba Kafedralında hakimiyyət nümayəndələri olublar. Patriarxın xatirəsini yad etmək üçün parlamentin sədri, Daxili İşlər naziri və Mədəniyyət naziri məbədə gəliblər. Vətəndaş panixidasında şəhər məclisinin üzvləri də iştirak ediblər. Bütün Gürcüstanın katolikos patriarxının xatirəsinə ehtiram əlaməti olaraq Tbilisidə dövlət qurumlarının binalarına 2-ci İlyanın bannerləri yerləşdirilib. Ölkə üzrə inzibati binalarda dövlət bayraqları endirilib. Dəfn mərasimi 22 mart tarixində Sion Kafedralında keçiriləcək. 2-ci İlya Sameba Kafedralından oraya aparılacaq. Klinika şəraitində vəfat etdikdən sonra o əvvəl patriarxlığa, sonra isə Sameba Kafedralına gətirilib və o vaxtdan etibarən fasiləsiz panixida keçirilir. İkinci İlyaya ehtiram əlaməti olaraq Tbilisi istiqamətində nəqliyyat Samegrelo Zemosvaneti bölgəsinə daxil olan bütün bələdiyyələrdən pulsuz fəaliyyət göstərəcək. Nəqliyyatın qrafiki və marşrutları haqqında məlumat bələdiyyələrin rəsmi səhifələrində yerləşdirilib. Bundan əlavə Zuqdidi və Potidən əlavə qatar reysləri də təyin olunub.